Yəni ilk yaradılış yaranan gündən son günə qədər yaranmışlar hamısı qarşılaşacaqdır. Və onlar qəbirlərindən çıxır. Qəbirlərindən çəyirtkə kimi çıxacaqlar. Yəni elə bir haldır ki, ümumiyyətlə tarix buna şahid olmayıb. Necə də dəhşətli bir anlardır. Və o gün yer özündə olan gizlinləri ortaya çıxaracaqdır. Fətəvəllə anhum, onlardan üz çevir. Yevmə yəd'ud-da'i ilə şeyun nukur, o gün carçı dəhşətli bir şeyə çağıracaqdır. Xuşşə'an absaruhum, o gün onların gözləri zəlil şəkildə olacaqdır. Yaxrucuna minəl əcdəti, onlar qəbirlərdən çıxacaqlar. Kənnəhum caradun munteşir, səpələnmiş çəyirtkə kimi. Muhti'inə iləd-də, və onlar carçıya tərəf yönələcəklər. Yəni baxın, fikirləşin, yəni insan o günü, o dəhşətli gündə halı necə olacaqdır? Və bütün insanlar o məhşər meydanına toplaşacaqlar. Heç bir şeyə çevrilmədən. Necə də dəhşətli bir say. Baxın, cinlərin sayına qədər, quşların sayına qədər, heyvanların sayına qədər, nə qədər vəhşilər, hamısı toplanacaq, hər şey olunacaqdır. Və həşərnəhum fələm nüqadi minhum əhəd. Allah Teala buyurur, biz onların hamısı həşr edəcək və onlardan heç birisini tərk etməyəcək. Qul innəl əvvəlinə vəl-əxirin ləməcmu'unə ilə miqati yevmin ma'lum. De ki, bütün birincilər və axırıncılar o təyin olunmuş gündə cəm olunacaqlar. Zəlikə yevmun məcmu'un, yəni o gün artıq cəm olunma bir günüdür. Və zəlikə yevmun məşhud, və həmçinin o şahidlərin olduğu bir gündür. Yəni Allah Teala o gün, yəni hər kəsi, səhralarda ölənləri, dənizdə batanların hamısı cəm edəcəkdir. Hansı ki onlar ölüblər, parçalanıblar və yaxud da pərəm-pərəm düşüblər və hamısı cəm olunacaqdır. Əynəmə təkunu yəti bikumullahu cəmiə. Yəni siz harada olsanız da Allah Teala sizin hamınızı gətirəcəkdir. Hətta heyvanlar da, vəhşi heyvanlar da, hətta balaca həşaratlar belə gətiriləcəkdir. Balaca qarışqalar belə.